Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Həşimova. Bugün sizlərə Azərbaycan dilindən çoxunun çətinlik çəkdiyi isim bölməsindən danışacağam. İsim bölməsi imtahanların olmazsa olmaz sual tiplərindəndir. Mütləq ki, ən azı 1, 2, hətta 3 suala yaxın imtahanda tapşırıqlarla rastlaşırıq. Çalışacağım bugün sizə isim bölməsi ilə bağlı əsas məqamları çatdırım. Gəlin çox vaxt itirməyək, başlayaq izahımıza. Deməli, isim nədir? İsim qrammatikanın əsasıdır. İsim qrammatikanın ilk bölməsidir. Biz əgər ismi yaxşı bilməsək, biz sifəti də yaxşı bilməyəcəyik, sayı da yaxşı bilməyəcəyik. Çünki sifətdə isimləşmə var, sayda isimləşmə var. Hətta heç feili belə yaxşı bilməyəcəyik. Çünki qrammatikanın əsası, təməli nə ilə qoyulur? İsimlə. Deməli, isim bizim qrammatikamızın ilk bölməsidir. Və bu bölməni biz yaxşı bilməliyik ki, digər bölmələri də bilək. İndi gəlin çox vaxt itirməyək, gəlin toxunaq görək ismin mənası nə deməkdir. İsim ərəb dilində, yəni mənası, burada da qeyd etmişəm, ad deməkdir. Yəni ərəb dilində mənası addır, ad. Biz də ona görə bəzən deyirik ki, isim ad bildirir. Buna çoxlu təriflər verilir. İndi mən sizə göstərəcəm. Burada bir sıra təriflər də qeyd etmişik. Deməli, baxın yazmışam ki, ümumi qrammatik mənasına görə əşyanın adını bildirən nitq hissəsinə isim deyilir və yaxud əşyanın olmasın. Ümumi qrammatik mənasına görə varlığın adını bildirən nitq hissəsinə isim deyilir. Ümumi qrammatik mənasına görə ad bildirən nitq hissəsinə isim deyilir. Görürsünüz, 3 tərif verdim. Bir də başlayaq. Deməli, ümumi qrammatik mənasına görə varlığın adını bildirən nitq hissəsinə isim deyilir. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Ümumi qrammatik mənasına görə ad bildirən nitq hissəsinə isim deyilir. Yəni biz bu qaydaları hara çevirsək, hara açsaq, yenə eyni mənaya gəlir. Yəni isim ad bildirir. Yəni bunu bilsəz kifayətdir. İsim nə bildirir? Ad bildirir. İndi gəlin, burada da qeyd etmişəm. Qrammatikada bəzən axı deyirik, təriflərdə biz əşyanın adı deyirik. Çox ədəbiyyatlardan hal-hazırda əşya sözü çıxarılıb, onun yerinə varlıq əlavə ediblər ki, isim varlığın adını bildirir. Amma bir sıra ədəbiyyatlarda isə əşya sözü öz stabilliyini qoruyur. Ona görə bu əşya sözünün açıqlamasını burada vermişəm ki, əşya deyəndə təkcə bu yox, bu yox. Biz də nəzərdə tutuluruq. Yəni canlı, cansız, gözlə görünən, təsəvvür edilə bilən bütün varlıqlar, bütün anlayışlar isimdir. Yəni isim tərifində də qeyd etdiyim kimi bəzi ədəbiyyatlarda əşya sözü öz stabilliyini qoruduğu üçün biz bunun mənasını açıqlayırıq. Yəni əşya dedikdə canlı, cansız bütün varlıqlardan söhbət gedir. Keçək indi digər hissəmizə. Baxın. İsmin əsas xüsusiyyətləri hansılardır? Mən sizə burada ismin ilk bir növ belə deyək ki, beşliyində, yəni ən əsas ona aid olan xüsusiyyətlərindən danışacağam. Baxın, burada yalnız ismə aid olan xüsusiyyətlər var. Bir də başqa nitq hissələrində daha doğrusu qrammatik göstəricilərlə bağlananlar var. İndi necə açıqlayacağam? Biraz bu elmi cümlə oldu. Beynimiz bunu biraz qaldırmadı. Gəlin indi keçək, sadələşdirək. Baxaq. Deməli, ismin orijinal olaraq özünə aid olan xüsusiyyət nədir? Konkret olur, mücərrəd olur. Konkret nədir? Gəlin açıqlayaq. Konkretlik o deməkdir ki, gözlə görürəm, toxunuram, hiss edirəm. Mücərrədlik nədir? Gözlə görmürəm, toxunmuram, hiss etmirəm. Qələm. Qələm nədir? Konkret. Niyə? Gözümlə görürəm, toxunuram, hiss edirəm. Məsələn, gəlin başqa bir söz deyək. Tutaq ki, nə olsun? Olsun arzu. Arzu. Gözümlə arzularımı görürəmmi? Toxunurammı? Hiss edirəmmi? Xeyr. Yəni, isimlər ona görə konkret və mücərrəd olmaqla iki yerə bölünür. Amma mən sizə bəzi iki başlı məqamlardan danışacağım. Çoxumuzun yadında qalan, çoxumuzun qalmayan. Məsələn, deyirlər ki, Gülşən müəllim, külək sözü mücərrəddir də. Mən nə görürəm, nə toxunuram, nə hiss edirəm. Deyirəm, dayan, görmürsən, toxunmursan, bəyəm hiss də mi eləmirsən küləyi? Məni külək gəldi, vurdu, apardı. Yəni, külək bizə
dəyir, toxunur. Biz onu hiss edirik. Vacib deyil. Mən gözlə görüm, toxunum, hiss edim. Üçü birində olsun. Bu ki Nescafe deyil ki, üçü birində ola. Deməli, bu biri belə olsa bizə bəsimizdir. Yəni yalnızca hiss eləsək belə bu konkretdir. Yəni vacib deyil toxunaq, görək. Məsələn, baxın, başqa nə deyək? Küləyi dedim, yəni çoxunun qarışdırdığı. Məsələn, hava. Hava özü də. Baxın, nəfəsimə çəkdim. Görürsüz? Bu nədir? Hiss elədim buna. Hə, hiss edirəm. Nə olsun mən havanı görmürəm? Nə olsun mən havaya toxuna bilmirəm? Razıyam ki, hiss edirəm. Hə, hiss edirəmsə, bu konkretdir. Yaxşımı? Deməli, ismin özünə aid olan orijinal xüsusiyyətlərindən biri onun konkret və mücərrəd olmasıdır ki, ismin orijinal xüsusiyyətidir. Yəni biz sifətdə konkret mücərrədlik görə bilmərik. Sifətin özünün elə bir xüsusiyyəti yoxdur. İndi keçək sonra. Sonra ismin digər bir xüsusiyyəti ümumi və xüsusi olması. Bu nədir? Bu da ismə aid olan orijinal bir xüsusiyyətdir. Yəni isimdə var. Məsələn, ümumi isimlər nədir? Ağac. Ağac deyəndə deyəcəksiniz ki, müəllim, niyə ağacdır da xüsusidir? Axı mən palıd ağacı, küknar ağacı, qoz ağacı demədim. Dedim ağac. Əgər mən palıd ağacı desəydim, hə, onda olardı bu nə? Olardı konkret. Amma mən dedim ki, ağac. Yəni bu üzr istəyirəm, konkret dedim. Bu ola deməli ümumi xüsusi. Bu olardı onda xüsusi. Deməli ağac, çöl, sonra nə bilim çoxdur, nə qədər saysan. Məsələn qəsəbə. Qəsəbə özü də ümumidir. Niyə? Çünki mən xüsusi demirəm ki, tutaq ki, Mirzə Ələkbər Sabir qəsəbəsi. Hə, onda desəm xüsusi olar. Yəni xüsusi isimlərin elmi dildə tərifi budur ki, eyni cinsli varlıqları biri-birindən fərqləndirmək üçün verilən adlar. Amma ümumi isə eyni cinsli varlıqlara verilən ümumi adlardır. Məsələn, ağac növ çoxdur, amma mən qısaca ağac deyirəm. Bu olur ümumi isim. Amma desəm küknar ağacı olacaq xüsusi isim. Yaxşımı? Sonra keçək. Tək və cəm olmaq. Tək və cəm olmaq da ismin orijinal xüsusiyyətidir. Yəni biz sifətlərdə, saylarda bu xüsusiyyətləri görə bilərik. Mən sifət də cəmlənə bilər. Amma bu ismin xüsusiyyətidir. Yəni ismin özünün orijinal xüsusiyyəti. Məsələn, baxın, bu tutaq ki, pencək mənimdir. Bir də var ki, bu pencək mənim deyil. Kimsə də bundan geyinib. Bu mənim öz orijinal pencəyimdir. Bu mənimdir. Bundan kimdəsə yoxdur. Amma ola bilər ki, buna oxşarın kimsə alıb geyinib. Yəni bu o deməkdir ki, bunlar ismin özünündür. Amma ola bilər ki, kimsə bunları götürüb istifadə edə bilər. Amma ismin özünə aid xüsusiyyətlərdir. Yaxşımı? Sonra mənsubiyyətə görə dəyişmək ismin orijinal xüsusiyyətlərindəndir. Yəni biz sifətin mənsubiyyətə görə dəyişməsini görə bilərik. Amma bu ismin orijinal xüsusiyyətidir. Deyəcəksiniz ki, ay müəllim, nə danışırsan? Nə danışıram? Baxın. Məsələn, tutaq ki, qoca sözü hansı nitq hissəsidir? Qoca, necə? Qoca, sifət. Aha, gəlin qoca sözünə bir cəm artıraq. Qocalar. Gördünüz, cəm artırdım. Amma cəm olmaq, cəmə görə deyil. Cəm xüsusiyyətini daşımaq. Bu nəyə aiddir? İsmə. Qoca sözü ismin xüsusiyyətini götürdü. Aha, indi gəlin qocalarımız. Mənsubiyyətə görə də dəyişirəm. Bizim qocalarımız. Aha, mənsubiyyətə görə də dəyişdi. Onda mən deyim ki, bu isimdir. Xeyr, bu isim deyil. Sadəcə isimdən xahiş edib ki, şəkilçilərindən mənə biraz pay ver. Cəm şəkilçisindən pay ver, mənsubiyyətindən pay ver, halından pay ver. Yəni, bunlar ismindir. Cəmə görə dəyişmək, mənsubiyyətə görə dəyişmək, hal şəkilçisinə görə dəyişmək. Bunlar ismin orijinal xüsusiyyətləridir. Həmçinin şəxs şəkilçisi qəbul eləmək. Lakin başqa nitq hissələri, sayda, sifətdə, nə bilim, digərləri də isimdən pay götürə bilər. Deyər ki, qonaq gəlmişəm, bunu ver aparım. Amma o demək deyil ki, o isimdir. Təbii ki, o sifətdir, sadəcə isimləşir. İndi birazdan isimləşməyə toxunaram. Deməli, başa düşdük ki, ismin özünə aid konkret xüsusiyyətlərindən biri konkret və mücərrəd olmaq, ümumi xüsusi olmaq, tək cəm olmaq,
Mənsubiyyətə görə dəyişmək, hal şəkilçisi qəbul etmək, bir də şəxs xəbərli şəxsi qəbul etmək. Bayaq danışdıqlarımı burada da lövhədə qeyd etmişəm. Çox sizi yormayım. Bildiniz konkret nədir, mücərrəd nədir? Bu yazılarla çox beynimizi yükləməyək. Ümumi nədir, xüsusi nədir? Bundan da danışdım. Sonra burada bir məsələ qeyd etmişəm ki, xüsusi isimləri ümumi isimlərdən necə fərqləndirərik? Təbii ki, xüsusi isimin ilk hərfi böyük yazılır. Məsələn, biri var müəllim. Bu böyük də yazılır. Cümlənin əgər əvvəlində gəlirsə, hə, müəllim sözü böyük yazılır, o heç. Amma, amması nədir? Xüsusi isimlərdə, məsələn, Gülşən müəllim desən, mən məcburam Gülşən sözünü cümlənin əvvəlində də, sonunda da, ortasında da neyim? Böyük hərflə yazım, məcburam. Çünki bu xüsusi isimdir. Biri var müəllim. Müəllim çoxdur. Mən də müəlliməm, sən də müəllimsən, o da müəllimdir, bu da müəllim çoxdur. Amma bizi fərqləndirən bir şey olmalıdır. Mənim adım, mən Gülşən müəlliməm. Deməli, harada Gülşəni görsəz, adam adı, insan adısa böyük hərflə yazılacaq. Yaxşımı? Sonra, ancaq konkret olur xüsusi isimlər. Necə mücərrəd ola bilər? Əgər bu xüsusidirsə, necə mücərrəd ola bilər? Təbii ki, konkret olur. Bir də bunu yadınızda saxlayın. Leksika bölməsində toxunmuşduq. Amonim, sinonim, antonimlərə. Xüsusi ismin amonimi, sinonimi, antonimi ola bilməz. Gülşənin nə amonimi olacaq? Adam adıdır bu. Və yaxud xüsusi isimlər nədir? Adam adı, yer adı, küçə adı, məhəllə adı, ölkə adı, budur da xüsusi. Yəni xüsusiləşmiş isimlər, lor dildə desək. Aha. Sonra sizə toplu isimlərdən də danışım. Bu toplu isimlər isim bölməsinin şah əsərlərindən biridir. Niyə? Niyəsi ona görədir ki, biz toplu isimlər deyəndə bunlar cəm şəkilçisi qəbul eləmədən cəm məfhumu bildirən isimlərdir. Deməli, toplu isimlər cəm şəkilçisi qəbul eləmədən cəmlik bildirir. Necə? Baxın, tutaq ki, nə olsun? Ordu. Ordu sözü. Ordu sözündə cəmlik görürsünüzmü? Bəli. Ordu çoxdur. Orduda əskər də var, məsələn, general da var, leytenant da var. Yəni orduda əsas odur insanlar toplusudur. Baxın, insanların toplusudur. Amma ordu deyəndə biz bilirik ki, artıq bu mülküdən fərqli anlayışdır ordu. Deməli, orduda gördüm ki, cəm şəkilçisi yoxdur. Ordular deməmişəm. Düzdür, ordular da deyə bilərəm. Lar artıra bilərəm. Ya o bir də belə deyək, bunu ekstradan da bir cəmləndirə bilərəm. Amma bu elə ları qəbul eləmədən özü cəmlənib də ordu. Baxın, ordu çoxluq bildirdi. Çoxluq. Cəm nə deməkdir? Çoxluq bildirmək. Bax, cəmi artırmadan gördüm ki, ordu sözü özü çoxluq bildirir. Ordular deyib bunu bir ekstra da cəmləndirirəm. Gördünüz? Deməli, toplu isimlər cəm şəkilçisi qəbul etmədən çoxluq, topluq bildirən isimlərdir. Və bunlara biz deyirik nə? Toplu isimlər. Burada qeyd etmişəm. Əhali, cəmaət, xalq, millət, ordu, qoşun, dəstə, naxır, ilxı, sürü, cəmiyyət, ictimaiyyət, yəni çoxdur. Partiya, dəstə, alay, qəbilə, bunların hamısı toplu isimlərdir. İndi sizdə bir sual ortaya çıxa bilər. Gülşən müəllim, toplu isimlər cəmlənmirmi? Dayandı Gülşən müəllim. Niyə cəmlənmir? Elə qəşəngdə cəmlənir ki, lakin bizim 3 dənə toplu isimimiz var ki, hə, razıyam. Onlar cəmlənmir. Əhali, əhalilər olmur. Cəmaət, cəmaatlar olmur. İctimaiyyət, ictimaiyyətlər olmur. Bir də başdan qaydaq. Toplu isimlər cəm şəkilçisi qəbul etmədən çoxluq anlayışı bildirən isimlərdir. Və bunlar heç vaxt cəm şəkilçisi qəbul etmirmi? Elə qəşəng deyilir ki, amma 3 dənə toplu isim var ki, əhali, cəmaət, ictimaiyyət. Bir daha deyirəm, əhali, cəmaət, ictimaiyyət. Bunlar cəm şəkilçisi qəbul etmirlər. Yəni, cəmaatlar deyə bilməzsən, ictimaiyyətlər deyə bilməzsən, əhalilər deyə bilməzsən. Belə, deməli, biz ismin balaca, xırda, lazımlı olan hissələrindən danışdıq. Gəlin, bir də təkrar edək bura kimini. Deməli, isim nə idi? İsim
ad bildirir. Varlığın, əşyanın fərq etməz. İndi bəzi ədəbiyyatlarda varlıq yazırlar, bəzi ədəbiyyatlarda əşya yazırlar. Yazırlar ki, yazırlar. Yəni hər bir halda nə bildirir? Ad. İsmin özünün sualları hansılardır? Kim, nə, hara? Yəni bu sualları demədim başda, çünki rahat bir şeydir. Hamımız azdan çoxdan bunu bilirik. Deməli, kim, nə, hara? Bu suallara cavab olur və varlığın adını bildirir. İsmin biz danışdıq müəyyən xüsusiyyətlərindən ki, o xüsusiyyətlər ismin orijinal xüsusiyyətləridir. Yəni onda var. Nə idi? Başlayaq. Birinci, deməli, mənsubiyyətə görə dəyişmək ismin orijinal xüsusiyyətidir. Hal şəkilçisi qəbul etmək, yəni hallanmaq ismin orijinal xüsusiyyətidir. Şəxs xəbərlik qəbul etmək ismin orijinal xüsusiyyətidir. Bundan başqa, ümumi xüsusi olmaq ismin orijinal xüsusiyyətidir. Konkret mücərrəd olmaq ismin orijinal xüsusiyyətidir. Məsələn, baxın, gəlin bir xatırlatma edək biliklərimizi. Məsələn, mən nə dedim? Dedim ki, ağac. Ağac bildiniz ki, artıq ümumidir. Amma məsələn, küknar ağacı desəm, o xüsusidir. İndi sizə bir sual verim. Bunu beyninizdə bir cavablayın. Məsələn, mən deyirəm, deməli, nə olsun, qoy fikirləşim. Olsun küçə. Küçə ümumidirmi, xüsusidirmi? Düşünək. Fikirləşək. Bir daha deyirəm, küçə. Aha, fikirləşdiksə cavablayaq. Küçə sözü ümumi isimdir. Bəli. Desəydim ki, Mirzə Ələkbər Sabir küçəsi, aha, onda olardı xüsusi. Yəni ayırdım bunu. Elə. Ümumidən xüsusidən danışdıq. Toplu isimlərdən danışdıq, sonra təkdən cəmdən danışdıq. Nələr qaldı? Çox şey qaldı. İsim bir günün işi deyil. Mən çalışıram bu videoda sizə əsas nüansları çatdırım, amma bir video ilə ismi öyrənmək mümkün deyil. Keçək indi ardına. Aha, deməli toplu isimlərdən danışdıq. İndi mənsubiyyətə görə dəyişmədən danışırıq. Qeyd etdiyim kimi isim bir günün, bir videonun işi deyil. Sadəcə bu video sizə maarifləndiricidir. Bizim ödənişli, sistemli qruplarımızda isim bölməsi bir dərsə əsla keçirilmir. Əgər bu bölməni biz qəşəng mənimsəmək istəyiriksə, bir neçə hissəyə bölürük, o formada mənimsəyib testdə tətbiq edərəkdən öyrənirik. Bu isə sizlər üçün bölüşdüyüm ödənişsiz bir izahdır. Ümid edirəm ki, qismən də olsa ismi öyrənməyinizə bir təkan və köməklik etmiş olaram. Aha, başlayaq indi ismin mənsubiyyətə görə dəyişməsindən. Mənsubiyyət nə deməkdir? Mənsub olmaq, yəni mənimdir, mənə aiddir. Heç kimin deyil ha, mənimdir, mənimkidir. Aha, deməli mənsubiyyət bildim ki, mənsub olmaqdır, mənə aiddir, mənimdir. Bu deməkdir. Mən bu mənsubiyyəti əsasən necə öyrədirəm həmişə? Deyirəm, baxın, məsələn, kitabım. Kitabım sözüm mənimdir də, mənim kitabımdır. Bunu necə yadımızda saxlayaq? Sözün əvvəlindən, şəxs əvəzliklərindən mənim, sənin, onun, bizim, sizin, onların artırın. Baxın, mənim kitabım. Görsünüz, artırdım. Mənim kitabım. Kitab mənimdir. Birinci şəxsəmdə mən. Mənə aiddir bu kitab, mənimdir. Məsələn, deyirəm, sənin kitabın. Artıq bu ikinci şəxsdir, sənə aiddir. Onun kitabı bu üçüncü şəxsdir, ona aiddir. Gördünüz? Necə rahat. Deməli, sözün əvvəlinə, məsələn, mənə söz verilib, deyir ki, mənsubiyyəti, deyir, hansı, indi belə asan test düşmür, amma indi qoy öyrətmək üçün deyirəm. Məsələn, belə bir test gördünüz, yazıb ki, hansı variantda, tutaq ki, söz mənsubiyyətə görə dəyişib. İndi bunu necə yoxlayacaqsınız? Məsələn, söz verir, tutaq ki, nə söz versin, qoy fikirləşim. Söz versin, bacısı. İndi bu bacısı sözünü yadından çıxıb da şəkilçilər. Unutmusan, insanlıqda ola bilər. Necə tapacaqsan? Baxın, bacısı, mənim bacısı olmadı, sənin bacısı olmadı, onun bacısı, bəli, onun bacısı. Görürsünüz nə qəşəng oldu? Deməli, bacısı sözündəki s həqiqətən də mənsubiyyət imiş. Onun bacısı, özdə üçüncü şəxsdir. Nə mənimdir, nə sənin. Üçüncü adamın bacısıdır. Aha, deməli, bildim ki, mənə söz verilirsə, onun tərkibindəki şəkilçindən mənsubiyyət olduğunu tapmağım üçün əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onların artırmalıyam. Məsələn, lap gəlin bir başqa bir söz götürək. Tutaq ki,
Nə olsun? Deməli, qardaşımız. İndi qardaşımız sözü. Mənim qardaşımız olmadı. Sənin qardaşınız olmadı. Onların qardaşınız olmadı. Deməli, qardaş, deməli sənin səhv elədim. Mənim qardaşım olmadı. Qardaşımız daha doğrusu. Sənin qardaşınız olmadı. Onların qardaşınız olmadı. İndi keçək. Sizin qardaşınız, bəli, sizin. Bax görürsüz? Sizin qardaşınız. Sizin oldu. Mənim, sənin, onun. Bunu qoya bilmədim. Amma baxın, mənim, sənin, onun, bizim, sizin, onların. Burada artıq sizini qoya bildim. Sizindirsə, bu sizin qardaşınızdır. Sizin qardaşınızdırsa, ikinci şəxsin cəmidir. Yəni sizin qardaşın, nə mənim deyil, mənim deyilsə, onların da deyil, sizindir də, ikinci şəxsin cəmi. Sizin qardaşınız. Bir daha deyirəm, gəlin başdan. Baxın, mənsubiyyət nə deməkdir? Mənsubiyyət mənsub olmaq, aid olmaq, mənimdir, əşya da ola bilər, məsələn, canlı da, cansız da, hər şeydə, yəni bura aid ola bilər. Bunu necə tapacağam? Sözün mənsubiyyətdə olduğunu tapmaq üçün sözün əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onların artırmalıyam. Baxın, məsələn, kitabım sözü. Mənim kitabım. Görün nə qəşəng oldu. İndi bax burada şəkilçiləri yazmışam. In, in, ın, i, u, sı, si, su, sü, ımız, imiz, ınız, ünüz, Yəni bu şəkilçiləri əzbərləmədən də, əzbərçilik etmədən də mənim dediyim metodla, mənim, sənin, bizim, sizin, onların sözün əvvəlinə bunu artıraraqdan sən bu şəxsi rahatlıqla tapa bilərsən. Baxın, gəlin indi bunu əlimdən tuturam. Kitabım. Bu nədir? Mənim kitabım. Mənim kitabım neçənci şəxs olacaq? Birinci şəxsin təki. İndi baxın, deməli, bunu yox, belə tutsam görməyəcəyik. Belə edək, bircə dəqiqə. Aha, baxın. Hə, deməli, bunu tutdum mən. Kitabın, baxın, kitabın sözü. Artırın əvvəlinə kitabın, sənin kitabın. Deməli, nədir bu? İkinci şəxs. İkinci şəxsin təki. Bir adamdan söhbət gedirsə, təkdir. Bax, tək və cəm olmaqla iki yerə bölünür mənsubiyyət. Tək deyəndə bir adamdan söhbət gedir. Cəm deyəndə isə bir neçə adamdan söhbət gedir. Yaxşımı? Deməli, kitabı, baxın, onun kitabı. Ona aiddir kitab. Burada nə mənimdir, nə sənin, onundur. Deməli, bu üçüncü şəxsdir. Və təklik məfhumu var da, çoxluq yoxdur ki, çoxluq olsa cəm olar. Məsələn, kitabları desəydim, cəm olacaqdı. Burada artıq çoxluq var. Yaxşımı? Yəni, mənsubiyyət aidlik deməkdir, mənsubluq deməkdir, mənimkidir və yaxud səninki. Mən bir növ belə deyək, insanın özünkiləşdirdiyi nəsədir mənsubiyyət, lor dildə desək. Və bunu tapmağın rahat yolu şəkilçiləri unutmusansa buradakı şəkilçiləri yadıma sal ki, Gülşən müəllim demişdi ki, sözün əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onların artır. Artır yoxla. Olursa əgər, deməli o mənsubiyyətdədir o söz. Məsələn, baxın, məsələn, bacıdır sözü. Bax, bacıdır sözü. Mənim bacıdır, sənin bacıdır, onun bacıdır. Bizim bacıdır, sizin bacıdır, onların bacıdır. Görürsünüz nə belə kobud bir şey alınır, ortaya çıxır. Və bilinir ki, mənim, sənin, bizim, sizin, onlarını biz mənsubiyyəti artıranda qəşəng səsləşirsə, məsələn, bacısı, onun bacısı, qardaşı, onun qardaşı, görün nə qəşəng səslənir. Qəşəng səliqəli görünürsə bu mənsubiyyətdir, yaxşımı? Yəni, hər sözü artırıb səliqəsiz formada mənsubiyyət deyə bilmərik. Sonra, ismin hallanmasından da bir neçə nüansı sizə çatdırım. İsim bölməsi dediyim kimi geniş bölmədir. Burada mənsubiyyət var, hal var, cəmlənmə var və ya topludan, təkdən, konkretdən çox şeydən danışdım. Yəni, biraz böyük, nəhəng bölmədir. Biraz da hallanmadan danışaq, görək bu hallanmada nəyə toxunacağıq. Aha, ismin hallanması. Hallanma nəyə deyilir? Hallanma, baxın, burada da qeyd etmişəm, isimlərin başqa sözlərlə əlaqəyə girərəkdən dəyişməsinə hallanma deyilir. Deməli, başqa sözlərlə əlaqəyə girərəkdən dəyişməsinə hallanma deyilir. İsmin 6 halı var. Burada qeyd etmişəm, təsirli və yerlik halda olan hallar qoşmalarla işlənmir. Amma bu bizim üçün hələ biz qoşmanı keçməmişik deyənə o qədər başa düşməyəcəyimiz bir hissə ola bilər. Yəni, ondan narahat olmayın. Sonra,
Hər bir halın özünə məxsus sualı var. Adlı haldan başqa. Elə gəlin birinci başlayaq görək bu bizim adlı halımızı niyə belə bir növ şəkilsiz qoyublar. Baxaq. Adlı hal nədir? Adlı hal xüsusi şəkilçisi olmayan, kimlə, hara sualına cavab verən haldır. Əsasən lüğətlərdə isimlər adlı halda olur. Məsələn, Gülşən adlı haldadır, Bakı adlı haldadır, qələm adlı haldadır, monitor adlı haldadır. Görürsünüz kimlə, hara. Bu suala cavab verir və xüsusi şəkilçisi yoxdur. Yəni bu deyir ki, mən bir rahat halam. Mənim heç kimlə işim yoxdur. Bu oldu adlı hal. İndi keçək digər halımıza. Digər halımız, adlı haldan danışdıq. Yəliyə keçək. Yəlikdə bir sıra məqamlar var. Yəli hal əsasən sahiblik, aidlik mənasını bildirir. Baxın, məsələn, Aytənin, yəni Aytənə bir növ bu yəli halı mənsubiyyətlə qarışdırırlar. Çünki mənsubiyyətdə də aidlik var. Lakin bunu fərqləndirməyin yolu var. Mənsubiyyətə, baxın, mənim, sənin, onu artırırdıq da, düzdür? İndi baxın, Aytənin, sənin Aytənin. Düşüşmədim, bu Aytən kimdir ki, kiminsə olar? İnsan insanı necə götürüb ola bilər? Yəni, düzdür, ona, məsələn, onun bacısı olar, onun qardaşı olar, amma sənin Aytənin kobud səslənir. Deməli, bu həqiqətən də mənsubiyyət deyil. Və yaxud, sizə başqa yolu öyrədim. Mənsubiyyətlə yəli halı fərqləndirmək üçün öz sözünü artırın. Baxın, öz Aytənin olur, olmur. Deməli, öz Aytənin deyə bilmirəmsə, bu nədir? Öz Aytənin deyə bilmirəmsə, bu yəlik halda. Amma desəydim ki, məsələn, tutaq ki, bacısı, öz bacısı, görsən oldu. Deməli, mənsubiyyətdir. Amma öz Aytənin mənsubiyyət deyil. Yəni, bu yəlik halda. Adama deyir ki, mən yəliyəm. Gəl deyir ki, mən yəliyəm. Sonra, yəlik hal iki yerə bölünür. İndi müəyyəndir, qeyri-müəyyəndir. Müəyyən o deməkdir ki, konkret şəkilçini görürəm. Məsələn, Aytənin, kimin Aytənin və yaxud ağacın, nəyin ağacın. Yəni, sualları da şəkilçiyə uyğundur. Kimin, nəyin, haranın. Amması nədir? Qeyri-müəyyən yəlik halda şəkilçi qaçır, gizlənir. Mən həmişə deyirdim, bu gizlənmiş yəlik haldır bu. Baxın, deyirəm ki, tutaq ki, müəllim haqqı ödənməz. Baxın, müəllim haqqı ödənməz. İndi bir dənə gəlin müəllim sözünə bir cəhd eləyək görək yəli hal artıra bilirik. Müəllimin haqqı ödənməz. Gördünüz? Necə qəşəng də artıra bildim. Əgər mən yəli hal şəkilçisini artıra bilirəmsə, bu olur qeyri-müəyyən yəlik. Yəni, qaçıb gizlənib, gizlənmiş yəlik. Mən onu özüm bərpa elədim, artırdım, artıra bildim və oldu yəlik. Bəzən testdə ona qeyri-müəyyən yəlik vermir. Sadəcə deyir, yəlik halda olan sözü tap. Onda sən qeyri-müəyyəni də gözünü axtarsın. Bəlkə gizlənmiş yəlik salıb testdə, əsasən də elə salır, çətinə salmaq üçün. Deməli, bildim ki, yəlik hal əsasən burada qeyd etdiyim kimi aidlik, sahiblik mənası bildirir və bunu fərqləndirməyin yolu mənsubiyyətdən, axı mənsubiyyətin şəkilçisi ilə oxşuyur. Fərqləndirməyin yolu nədir? Mənim, sənin, bizim, sizin, onların artırmaq və yaxud öz əvəzliyini artırmaq. Əgər öz əvəzliyini artıranda öz Aytənin olsaydı, onda olardı. Hə, mənsubiyyət. Amma olmadı. Öz Aytənin nə deməkdir ki? Deməli, onda yəlikdir. İndi açın dəftərləri, qəşəng bunun qeydini götürün ki, mənsubiyyətlə yəlik halı fərqləndirməyin yolu nə etməkdir? Öz əvəzliyini artırmaq. Əgər özü artıranda alınırsa mənsubiyyətdir, alınmırsa yəlikdir. Baxın, alınırsa mənsubiyyət, alınmırsa yəlik. Yaxşımı? Hə, bu belə dedik, yəlik hal iki yerə bölünür, müəyyən, qeyri-müəyyən. Müəyyən odur ki, konkret şəkilçini gözümlə görürəm ki, in. Bu şəkilçi var. Amma qeyri-müəyyən odur ki, şəkilçi yoxdur. İstəsəm onu bərpa eləyirəm. Məsələn, müəllim haqqı ödənməz, müəllimin, müəllimin haqqı ödənməz. Görsən, artıra bildim. Artıra bildimsə, burada müəllim sözü yəlik haldadır.
Yəni gizlənmiş yiyəlik, qeyri-müəyyən yiyəlik halı. Yaxşımı? Bu belə. Aha, yiyəlik hal haqqında danışdıq. İndi keçək yönlük hala. Yönlük halda rahat bir haldır. Şəkilçisi Aə-dir. Yön bildirir. Bax, burada da qeyd etmişəm. İstiqamət bildirir. Çatdığı son nöqtəni bildirir. Məsələn, kitaba, qələmə, həsənə, dəftərə, çoxdur da, indi Aə ilə o qədər isim artırıb demək olar ki. Bir də burada qeyd etmişəm. Saitlə başlayan sözlərə bitişdirici y samitini istifadə edəndə, baxın, anaya sözü olur anıya. Buradakı a ı-ya keçir tələffüzdə. Tələffüzdə ha, yazılışda yox. Deməli ana, ya artırdım. Söz nə ilə bitib? Açıq saitlə. İndi baxın nə olacaq? Anıya. Anıya. Buradakı a ikinci a, ı olacaq. Anıya. Yaxşımı? Tələffüzdə, yazılışda elə özü kimidir. Yəni yönlük halı açıq saitlə bitən sözü artıranda oradakı açıq sait getir qapalıya. Ana sözündəki sondakı a nədir? Ana, a. A açıq saitdir. Gətirib yönlük artırdım. Anaya. Oldu anıya, anıya. Tələffüzdə a. Bir də deyirəm. Əgər söz açıq saitlə bitibsə, ona yönlük hal şəkilçisi artırdıqda açıq sait qapalıya keçir. Tələffüzdə. Anaya, anıya. Yaxşımı? Belə. Nənəyə, nəniyə. Yenə də ə də açıqdır da. A-dır, ə-dir. Bunlar açıqdır da, qapalı deyil ki. Aha, belə. Yönlük hal haqqında da danışdıq. Sonra keçək təsirlik hala. Təsirlik halda yiyəlik halının ortaq bir neçə xüsusiyyəti var. Fərqi odur ki, təsirlik hal iş və hərəkətin obyektini, üzərində icra olunan əşyanı bildirir. Və təsirlik hal iki yerə bölünür. Bu da yiyəlik kimi. Müəyyən, qeyri-müəyyən. Müəyyən odur ki, fakt şəkilçisi var. I-u-ü. Şəkilçisi var fakt. Qeyri-müəyyən odur ki, şəkilçisi yoxdur. Yəni şəkilçi qaçıb gizlənib. Biz özümüz onu tapmalıyıq. Yəni bayaqki kimi də. Sadəcə orada şəkilçi ın, in, un, ün idi. Burada i-u-üdür. Fərq budur. Deməli, təsirlik hal iki yerə bölünür. Müəyyən, qeyri-müəyyən. Müəyyənin faktiki şəkilçisi görünür. Məsələn, baxın, bunu da mənsubiyyətlə qarışdırırlar. Məsələn, deyir ki, tutaq ki, müəllim, gəlin bir nümunə fikirləşim. Tutaq ki, nə olsun? Deməli, nümunə deyək, təsirlik hala olsun, məsələn, qələmi. Deməli, qələmi sözü. Cümlədə işlədir. Məsələn, qələmi mənə ver. Baxın, qələmi mənə ver. Gəlin sual verək. Öz qələmi mənə ver. Oldu? Əvvəlinə öz artıram. Öz qələmi mənə ver. Deyə bilirəm. Gör nə pis səs. O nə deməkdir? Öz qələmi mənə ver. O nə cümlədir? Bizim dilimizin gözəlliyinə yaraşırmı o cümlə? Deməli, alınmadı. Alınmadısa öz qələmi mənə ver. Deməli, bu mənsubiyyət ola bilməz. Nə olacaq bəs? Təsirlik halda qələmi, ı-i-u, sözün kökü qələm. Oradakı ı-i-u də təsirlik hal. Qələmi, nəyi? Qələmi. Deməli, mən bildim ki, sözdəki ı-i-u şəkilçisinin mənsubiyyət və yaxud təsirlik hal olduğunu tapmağın yolu odur ki, sözün əvvəlinə öz artır. Öz artıranda olursa, bu olur mənsubiyyət. Olmursa, olur təsirlik. Yaxşımı? Bu da belə. Təsirlik hal haqqında da bunları bilsəz kifayətdir. Sonra çıxışlı haldan biraz danışaq. Çıxışlı halda təbii ki, dan, dən sual şəkilçiləridir. Dan, dən. Deməli, sualları kimdən, nədən, haradandır. Adından da göründüyü kimi çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Nümunələr vermişəm ki, çıxışlı halda olan söz ismi və feili xəbərlə əlaqəyə girə bilir. Məsələn, gəlirdi. Nə edirdi? Gəlirdi. Bu feili xəbərdir. Bax, görürsən, Bakıdan gəlirdi. Girdi əlaqəyə. Yəni, əlaqəyə girmək nə deməkdir? Yanında gəlmək, yəni yanında işlənmək. Bura ismi xəbər. Nigaranam Elnurdan. Yenə də, deməli, yadınızda saxlayın. Bu testdə düşürdü, yenə qeyd etmişəm. Çıxışlı hal. Deməli, nə ilə işlənir? Həm ismi xəbərlə, həm feili xəbərlə. Düzdür, mən sizə sintaks bölməsi haqqında danışmıram. Bəlkə də siz sintaksdan çox zəifsiniz. Bunu başa düşməyəcəksiniz. Amma məlumat kimi yadınızda saxlayın ki,
çıxışlı kal həm ismi, həm də feili xəbərlə işlənə bilir. Aha, belə. Bu da oldu bizim isim bölməmiz. Yerli çalı qaldı. Yerli çal orada qeyd olunmayıb. Qoy mən onu deyim. Yerli çalın şəkilçisi da, dədir. Kimdə, nədə, harada suallarına cavab verir. Baxın, kənddə, harada, Bakıda, harada, evdə, harada, məndə, kimdə. Yəni sual şəkilçiyə uyğundur da. Bu belə işin altı halı var. Düzdür, bunların halların xırdalıqları da var. Lakin bir videoda bunların hamısını çatdırmaq çox yorucudur. Düşünürəm ki, ən azından sizə nələrisə bu videodan öyrətdim. Qismən də olsa demirəm, isim bölməsinin hər nüansını burada əzbərə biləcəksiniz. Xeyr, bir videoyla, bir izahla, bir dərslə ismi öyrətmək mümkün deyil. İndi ümid edirəm ki, siz özünüz də təlimlərə qoşulduqda, istər mənim dərslərim, istər qeyri dərslərdə isim hissələr şəklində keçirilməlidir. Mən əlaqə nömrəmizi xatırladım. Burada qeyd olunub 055 280 59 24. Bir daha deyirəm 055 280 59 24. Bu nömrəyə yazaraqdan bizim dərslərimizə qoşula bilərsiniz. Siz də isim bölməsini burada ən azından nitqimdən, dilimdən başa düşdünüzsə, görün dərslərə qoşulub sistemini necə rahat öyrənə bilərsiniz. Kanala abunə olun. Abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Bəzən abunə olmursunuz, izah yerləşdiriləndə də xəbərsiz olursunuz. Abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Bəyənin, ətrafınızla paylaşın. Ümid edirəm ki, kanalımda sizə ödənişsiz dərslər daimi yerləşdiriləcək. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.